Jeff Bezos'un kosmik turizm şirkəti Blue Origin 14 aprel 2025-ci ildə tarix yazdı. 62 il sonra ilk tamamilə qadınlardan ibarət ekipajı kosmosa göndərdi. Bu, 1963-cü ildə Valentina Tereshkovanın solo uçuşundan sonra ilk belə hadisədir. 6 nəfərlik ekipajda müxtəlif sahələrdən tanınmış qadınlar, jurnalist və pilot, eyni zamanda Jeff Bezos'un nişanlısı Lauren Sanchez, pop ulduz Katy Perry, televiziya aparıcısı Gayle King, keçmiş NASA mühəndisi Ayşa Bo, vətəndaş hüquqları fəalı Amanda Nguyen və film prodüseri Kerian Flynn yer alıb. Bu 11 dəqiqəlik suborbital uçuşun əsas məqsədi qadınların kosmosdakı rolunu vurğulamaq və gələcək nəsillərə ilham vermək idi. Ekipaj üzvləri həmçinin elmi təcrübələr apardılar və pərəstişkarlarından alınan xatirə əşyalarını kosmosa apardılar. Uçuş zamanı ekipaj Karman xəttinə keçərək rəsmi olaraq kosmosa daxil oldu və təxminən 4 dəqiqə çəksizlik şəraitində qaldılar. Katy Perry bu anı What a Wonderful World mahnısını oxuyaraq qeyd etdi. Uçuşdan sonra ekipaj təhlükəsiz şəkildə yerə qayıtdı. Jeff Bezos nişanlısı Lauren Sanchez'i qarşılamaq üçün kapsulaya qaçarkən yıxıldı. Lakin tez bir zamanda ayağa qalxaraq onu qucaqladı. Bu anda sosial mediada geniş yayılaraq böyük maraq doğurdu. Bəzi istifadəçilər bu hadisəni qadınların kosmosdakı nailiyyətlərinin qeyd olunmaz kimi qiymətləndirdilər. Digərləri isə bunu zənginlərin reklam kampaniyası kimi tənqid etdilər. Bu uçuş qadınların kosmosdakı rolunu ön plana çıxararaq gələcək nəsillərə ilham verdi. Eyni zamanda kosmik turizmin inkişafı və qadınların bu sahədəki iştirakının artması üçün bir addım oldu.